Sənin ailən evdə olsa, gəlib belə söksələr, uşağın qorxsa, yoldaşın, anan qorxsa, mənim anam ürək xəstəsidir. Fərəməz müəllimə deyəcəm, axı burada rəhbər sən idin. Sən dedin ki, mənli idi, dedi. Yaxınlaşdı. Rəşadsızın həyəti köçdülər. Deməli, Samir Zamanov Badamdar qəsəbəsi icra hakimiyyətinin ərazi üzrə nümayəndəsidir. Samir Zamanov göstəriş verib və Fərəməz adlı şəxsə bu ərazini sökdürür. Bilməm, elə ki, son illərin dəb halıdır. Bu insanlar evdə olurlar, gəlib evlərini ağır texnika ilə uçururlar, hasarları uçururlar. Məsələn, elə oturmuşsan evdə, bir də görürsən ki, yarı hissən yoxdur. Kimsə kranla aparıb sənin yarıbı. Xəbərin yoxdur, evi uçurdurlar, oturmuşsan evi uçurdurlar. İnsanlar zülümlə daşı üstünə qoyurlar, bir çox insanlar. Havayı pul göydən tökülmür. Hər gedəndə mən də arzu eləyirəm, ay Allah, nə olardı o? Bir paçka nə tərsi olardı, gəlib düşərdi də. Mənim də təpəmə ev yoxdur, qoy təpəmə düşsün, amma düşsün də, nəhayət ki, amma bizim başımıza göydən pul yağmır axı.